Allah Teala Zariyat suresi 55. ayette buyurur ki: "Vezekkir fe inne'z-zikra tenfa'ul mu'minin." Hatırlat, həqiqətən xatırlatmaq möminə fayda verər. İlk önce bizi bu hidayete yetiren Allah'a həmd olsun. Həqiqətən hidayət niməti büyük nimetlerden sayılır. Hatta elm əhli hidayət nimətini en büyük nimet sayılır. Çünkü Allah Subhanahu ve Teala güzellikdir, var dövlətdir, vəzifədir, puldur, istədiyinə də verir, istəmədiyinə də verir. Ancaq hidayət nimətinə gəldikdə isə Allah Subhanahu ve Teala bunu ancaq sevdiyi ve seçtiği insanlara hidayət nimətini nəsib edir. Ve buna göre Rabbimize şükretmeliyik. Bizi sevdiğine, bizi seçtiğine göre. Allah'tan isteyirik ki Allah Teala bizi bu dini üzerinde sabit etsin. İlerledikten sonra da gerilemekten, hidayete geldikten sonra azmaktan korusun. Ve Allah'a dua ederek ki Ya mukallibel kulub, sebbit kulubena ala dinik. İyi kalpleri çeviren, sen bizim dinimizi, imanımızı dinin üzerinde sabit eyle. Kalbimizi sabit eyle. Ve Allah'tan salamat bir kalp isteyirik. Allah Teala buyurur ki: "Yevme la yenfa'u malun ve la banun illa men atallaha bi kalbin selim." O gün ne mal ne evlat hiçbir fayda vermeyecek ancak salamat bir kalple gelenlerden başka. Allah'tan istedik ki Allah Teala bize salamat bir kalp nasip etsin. Amin. Allah Teala bizden ancak İslam dinini kabul edecekti. Başka dinleri Allah Teala bizden kabul etmeyecekti. Allah Teala Kur'an-ı Kerim'de buyurur ki: "İnned dine indellahil İslam." Allah katında kabul olan din İslam dinidir. Başka ayette Allah Teala buyurur ki: "وَمَنْ يَبْتَغِ غَيْرَ الْإِسْلَامِ دِينًا فَلَنْ يُقْبَلَ مِنْهُ وَهُوَ فِي الْآخِرَةِ مِنَ الْخَاسِرِينَ." وَمَنْ يَبْتَغِ غَيْرَ الْإِسْلَامِ دِينًا Kim İslam dininden başka bir din aktararsa ondan kabul olmaz. Ahirette ise o hüsrana uğrayanlardan olar. Allah Teala başka ayette buyurur ki: "El-yevme ekmeltu lekum dinakum ve etmemtu aleykum ni'meti ve raditu lekumul İslam dinen." Bugün sizin için ekmeltu lekum dinakum, sizin dininizi tamamladım ve sizin üzerinize olan nimetimi tamamladım ve sizin için din olarak İslam'ı seçtim, beğendim. Bu elə bir dindir ki Allah Teala bununla əqidəni ve əxlaqı islah edir. Onunla insanın dünya hayatını ve həmçində ahiret hayatını nizamlayır. Onunla insanın zahirini ve həmçində daxilini gözəlləşdirir. Həmçinin bu dinle bütün pisliklerden, azğınlıqlardan uzaklaştırır. Bu əzəmətli bir dindir. Bütün xeyirləri özündə cəm edən bir dindir. Bu dini yaşayanlar için hem dünya hem de ahiret saadeti, ahiret xoşbəxtçiliyi vardır. Ve Allah Teala bu din sebebiyle öz haramlarını, öz qadağanlarını, öz əmirlərini ve bizim bu dünyada iken özünün razı qalması üçün hansı əməlləri etməliyik və hansı əməllərdən çəkinməliyik Allah Teala bu din vasitəsilə bizə öyrətmişdir. Bizə gedəcəyimiz yolu açıq-aşkar bəyan etmişdir. Elə bir yoldur ki, bu yolu bizə bəyan etmək üçün bizə Peyğəmbər göndərmişdir. Muhammed sallallahu aleyhi ve sellem göndərmişdir. Və bu yol elə bir yoldur ki, gecəsi də gündüz kimi aydındır, açıq-aşkardır. Yəni bu yoldan ancaq Allah qorusun azğınlar aza bilər. Ve həmçinin Allah Teala bu din sebebiyle bize əmirlər nəsib etmiş ve bu əmirlərin bəziləri kişilər üçün ve bəziləri qadınlar üçün ve bəzi əmirlər ve qadağalar da var ki, bunlar hem kişi ve həmçində qadınlar üçün Allah Subhanahu ve Teala əmr etmiştir. Bugün götürəcəyimiz mevzu hicab barəsində olacaqdır. Allah Teala hicabı bu ümmətin qadınlarına əmr etmiştir. Hicab Allah Subhanahu ve Teala'nın bu ümmet için emrettiği, bu ümmetin qadınlarına vacib ettiği bir emridir. Yani bazen insan düşünür ki ne üçün, hikmet nedir ki Allah Teala qadınlara hicabı emretmiştir. İnşallah bugünkü mevzumuzda hicab barəsində 20 faydanı cəm edəsik. Yani hicab
sadece insanın başına taktığı bir parçadan ibaret bir şey değil. Hicab insanın nefsinin temizliği ve həmçinin insanın Rəbbinə qul olduğunu göstərən və həmçində bununla əlavə nə qədər şeyləri, xeyirləri özündə cəm edən Allahın bu ümmətin qadınlarına əmr etdiyi bir əmridir. İlk öncə qadın bilməlidir ki, əgər insan yəqinliklə qəlbinə yerləşdirsə ki, Allah Teala hökm verənlərin ən adili, ən düzgünüdür. Bu zaman dində gələn heç bir əmir onun üçün ağır gəlməz və gözəl bir şəkildə qəbul edir. İlk öncə budur. Bu birinci məsələdir. İkinci məsələ də odur ki, qadının xoşbəxtliyi, qadının kəraməti, izzəti, ucalığı yalnız bu dindədir. Allah'a olan itaətində, şəriətin hökmlərinə tabi olmağındadır. Xoşbəxtçiliyinin, sevincinin, izzətinin miqdarı sənin, yəni qadının dində olan itaətinin, tabiçiliyin miqdarı qədərdir. Allah Teala bu barədə Quran-ı Kərim Şəms surəsi 9-cu ayda belə buyurur: "Qad əfləhə mən zəkkəhə." Nəfsini təmizləyənlər nicat tapdı. Hicab bir qadının nəfsinin təmizlənməsi, izzətlənməsi, şərəflənməsi üçün olan səbəblərdən biridir. Hicab Allah Teala'nın bu ümmətin qadınlarına olan bir əmridir. Allah Teala bu barədə Quran-ı Kərim Nur surəsi 31-ci ayədə belə buyurur: "Və qul lil-mu'minati yaghdudna min absarihinna və yahfazna furucahunna və la yubdina zinatahunna illa ma zahara minha وَلْيَضْرِبْنَ بِخُمْرِهِنَّ عَلَى جُيُوبِهِنَّ." Mümin qadınlara de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və ayıb yerlərini zinadan qorusunlar. Qoy onlar görünənlər istisna olmaqla zinətlərini naməhrəmə göstərməsinlər, örtüklərini yaxalarının üstünə salsınlar. Və həmçinin Allah Teala hicab barədə Əhzab surəsi 59-cu ayədə belə buyurur: "Ya eyyuhan nebiyyu qul li azwajika və banatika və nisa'il mu'minina yudnina alayhinna min jalabihin zalika adna en yu'rafna fala yu'zayn və kana Allahu gafurar rahima." Ey Peyğəmbər, zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, naməhrəm yanında bütün bədənlərini örtən örtükləri ilə örtülsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhimlidir. Allah Teala başqa ayədə açıq-saçıq gəzməyin qadağan olmasını bizə belə buyurmuşdur. Və həmçinin Əhzab surəsi 33-cü ayədə Allah Teala belə buyurur: وَلَا تَبَرَّجْنَ تَبَرُّجَ الْجَاهِلِيَّةِ الْأُولَى. Evlərinizdə qərar tutun, ilk cahiliyə dövründə olduğu kimi açıq-saçıq gəzməyin. Və həmçində Peyğəmbər sallallahu aleyhi və səlləmin hicab barəsində, hicabın vacib olması barəsində hədisləri varid olmuşdur. Peyğəmbər sallallahu aleyhi və səlləm Abdullah ibn Məs'ud radiyallahu anhudan rəvayət olunan hədisdə belə buyurur: "Qadın övrətdir, yəni örtülməli olan bir varlıqdır. O evdən çıxdıqda şeytan onu bəzəyib göstərir. Övrətin örtülməsi hicabla olur." Və həmçində hicabı tərk edib açıq-saçıq geyinənlər haqqında da şiddətli hədislər varid olmuşdur. Əbu Hüreyra radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini rəvayət edir: "Cəhənnəm əhlindən iki sinif insan var ki, mən onları görməmişəm. Onlardan biri geyimli olduğu halda çılpaq kimi olan, haqdan yayınan və başqalarını da yayındıran qadınlardır. Başları dəvə hörgüclərinə bənzəyir. Onlar cənnətə girməzlər, onun qoxusunu belə duymazlar." Və bunun barəsində, yəni hicab barəsində çoxlu hədislər varid olmuşdur. Yəni hicabın vacib olması, açıq-saçıq gəzməyin qadağan olması və Allah qorusun, yəni belə insanlar barəsində şiddətli, həddən artıq şiddətli hədislər varid olmuşdur. Ona görə mömin bir qadın
bunun barəsində düşünməlidir. Düşünməlidir ki, əgər sən Allaha və Allahın Rasuluna, ölümdən sonraki həyata iman gətirmisənsə, Allahın əmrlərinə tabi olmaq mütləqdir, vacibdir. Yəni, əgər insan tabi olarsa, Allah Subhanahu Teala onun mükafatını, onun əcrini qat-qat verər. Əgər insan asi olarsa, Allah qorusun, yəni bunun cəzasını çəkər. Allahdan istəyirik ki, Allah Teala bizi dini üzərində sabit etsin. Və həmçinin hicab Allahın əmri olmaqla yanaşı bir neçə faydanı da öz içərisində cəm edir. Birincisi, hicab taxan qadın Allahın əmrini yerinə yetirir. Faydalardan birincisi və ən mühimi odur ki, hicab taxan qadın Allahın əmrini yerinə yetirir. Bu da salih əməl sayılır. Allah Teala Quran-ı Kərimdə buyurur ki, İnnellezîne âmenû və amilussâlihâti innâ lâ nudî'u ecra men ehsene. İman gətirib salih əməl edənlərə gəlincə, biz yaxşı işlər görənlərin mükafatını puç etmərik. Və həmçinin hicabın faydalarından ikincisi, qadın hicab taxdığı müddətdə ibadətdə sayılır. Ölüm ona gələrsə, xeyir əməl üzərində dünyasını dəyişər. Fikir verin, yəni insanın saqqal saxlaması və insanın şər'i şəkildə Allahın əmr etdiyi formada geyinməsi, bunlar hamısı ibadət sayılır. Fikir verin, insan hicab taxır və hicab taxmaqla yanaşı nə qədər pisliklərin qarşısı alınır və faydalar gələcək. Bunlardan biri də insan, subhanallah, xeyir əməl üzərindədir. Və hicabda olduğu müddətdə, hətta otursa belə, hətta yol getsə belə, minikdə olsa belə, subhanallah, Allahın əmrini yerinə yetirdiyinə görə ona savab yazılır. Nə qədər ki, hicabdadır. Və üstəlik də isti havada, üstəlik də sıxıntılı bir yerdə, yəni o hicab ona əziyyət verdiyi halda, yenə də Allahın əmrinə tabi olaraq o hicaba sadiq qalarsa, subhanallah, əcir daha çox artır. Çünki Allah Teala savabı 10 mislindən 700 mislinə qədər artırır. Bir savabı 10 mislindən 700 mislinə qədər artırır. Əgər insan bir ibadəti yerinə yetirmək üçün nə qədər məşəqqətlə qarşılaşarsa, subhanallah, onun savabı, əcri o qədər də çox olur. Ona görə insan gərək hicaba həris olmalıdır. Və bəzən görünür ki, qadınlar sərin yerdə, sərin vaxtlarda hicaba sadiq qalırlar. Ancaq isti olduğu zaman boyun boğazını açırlar. Allah qorusun, bu da icazəli bir şey deyil. Və faydalardan üçüncüsü, qadının iffətini, həyasını qoruyur. Qadının iffətini, həyasını qoruyur. Və dördüncüsü, qadının müsəlman bir qadın olduğunu göstərir və digər müsəlmanların sənə salam verməsinə səbəb olur. Fikir versəz, insan elə bir ki, başqa bir ölkədədir, müsəlman ölkəsi olmayan bir ölkədədir. Müsəlman bir qadındır iş üçün və yaxud da istirahət üçün və yaxud da ki, müalicə üçün başqa bir ölkəyə gedib və orada hicablı bir qadınla rastlaşır. Ola bilsin ki, o qadın da başqa bir ölkənin qadınıdır. Amma subhanallah, hicab o qadının müsəlman olduğunu bildirir. Və ona salam verməyə, ona başqa bir müsəlman bir qadının ona salam verməsinə səbəb olur. Salam nədir? Yəni Allahın rəhməti, bərəkəti sənin üzərinə olsun. Və dua etməsinə səbəb olur. Və ola bilsin ki, onlar görüşsünlər və bir-birlərindən ayrılana qədər onların günahları tökülür. Yəni hal əhval soruşsalar, hardansınız? Yəni ola bilsin ki, ortaq bir dil taparaq danışsınlar. Fikir versəz, yəni başqa bir müsəlmanın sənə dua etməsinə səbəb olur. Yəni hicab insanın müsəlman olmasının, bir qadının müsəlman olmasının açıq-aşkar təzahür edən əməllərdəndir. Və həmçinin hicabın faydalarından beşincisi, yaxşı insanların səninlə dost olmasına səbəb olar. Əgər fikir versəz, çoxu vaxtında hicab əhlinin padruqaları və həmçinin tanışları hicab əhli olur. Çox az olur ki, yəni hicab əhlinin
yəni hicab taxmayan dostu tanışı olsun. Amma ən çoxu odur ki, yəni hicab əhlinin ətrafı, çevrəsi də elə hicab əhli olur. Yəni bu da elhamdülillah böyük bir nemətdir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, "El-mər'u fi dini xalili." Kişi dostunun dinindədir. Kişi dostunun dinindədir. Sənin hicab taxmağın sənin dostlarının xeyirli insanlar olması üçün bir səbəbdir. Ona görə bu da böyük bir nemətdir. Və həmçinin hicabın faydalarından altıncısı, qadına atılan şərdən, iftiradan onu qoruyur. Qadına atılan şərdən, iftiradan onu qoruyur. Yəni bu açıq, aşkardır. Burada söhbət həqiqi hicab əhlindən gedir. Və bəziləri baxırsınız ki, hicabı mod üçün taxırlar. Və bəziləri baxırsınız hicabı adət üzrə taxırlar. Yəni bəziləri baxırsınız ki, hicabı İslam dininin adını batırmaq üçün taxırlar. Və bəziləri baxırsınız, Allah qorusun, hicabı pis-pis əməllər etmək üçün taxırlar. Bəziləri hicabı yəni öz ayıblarını gizlətmək üçün taxırlar. Subhanallah. Yəni bunlardan getmir söhbət. Söhbət sırf Allahın əmridir deyə hicab taxan və həmçinin Allahın əmr etdiyi formada hicab taxan qadınlardan gedir söhbət. Bu nemətlər, bu faydalar sırf onlar üçündür. Yoxsa ki, yəni hicab taxmış və həmçinin də bütün bədən əzalarını bildirən və həmçinin də hicab taxdığı halda hicab taxmayanlardan daha çox özünə cəlb edən qadınlara aid deyil. Yəni bəzən subhanallah qadınların elələri hicab taxır ki, bəlkə də o hicab taxmasaydı o qədər insanları özünə cəlb etməz. Taxdığı hicabla, geyindiyi paltarla o qədər insanı özünə cəlb edir ki, digər insanlardan daha çox fitnəyə səbəb olur. Bellərdən Allaha sığınır. Ona görə burada məqsəd, nəzərə tutulan Allahın əmr etdiyi formada hicab taxan şəxslərdən, qadınlardan gedir söhbət. Və qadına atılan iftiradan, şərdən hicab həmənki qadını qoruyur. Misal üçün, ola bilsin ki, avtobusda hər hansı bir şəxsin pulu oğurlansın və fikir versəz, hamı axtarıla bilər, hamıdan şübhələnə bilər, ancaq hicab əhlindən, həqiqi hicab sahibindən baxırsınız ki, ondan soruşulmaya bilər. Və bunun kimi digər məsələlərdə baxırsınız ki, qadının iffətini, izzətini, yəni qorunmasına üçün bir səbəb olur. Və həmçinin faydalardan yedincisi, insanı günaha düşməkdən qoruyur hicab. İnsanı günaha düşməkdən qoruyur. Bu, qadının hicabı və həmçinin kişinin saqqalı və həmçinin forması və həmçinin insanın yəni əxlaqı, fikir versəz, insanı harama düşməkdən qoruyur və nə qədər faydası vardır. Məsələn, ola bilsin ki, kişidir və Allah qorusun imanı zəifləyir və Allah qorusun yəni haram bir şeyə əl atmaq istəyir. Ola bilsin ki, maşında getdiyi zaman muzikaya qulaq asmaq istəyir və yaxud da muzikanın səsini çoxaltmaq istəyir. Amma üzündəki saqqaldan və həya edir. Onun səbəbi ilə həmənki haramdan uzaqlaşır. Və bunun kimi qadın ola bilsin ki, hicablı bir qadındır, hər hansı bir imanı zəifləməsi səbəbi ilə hər hansı bir harama meyl edir. Və ola bilsin ki, yəni muzika olan məclislərə getmək istəyir və yaxud da ki, özü də oynamaq istəyir hicabla, amma baxırsınız ki, hicabı səbəbi ilə həmənki günahdan uzaqlaşır. Bu da nədir? İnsanın hicabı, taxdığı hicab insanı günaha düşməkdən qoruyur. Və həmçinin faydalardan 8-incisi, başqa insanlara gözəl nümunə olur hicab. Yəni, əgər bir şəxs Allahın əmr etdiyi formada hicabını taxar və Peyğəmbər sallallahu aleyhi və səlləmə olan tabiçiliyi ilə gözəl bir əxlaq sahibi olarsa, subhanallah, digər insanlar onun əxlaqından, onun davranışından təsirlənər və onların da hicaba girməsinə səbəb olar. Və 9-uncusu, kişilərin fitnəyə düşməsinin qarşısını alar.
bilmək lazımdır ki, bu böyük günahlardan sayılır. Əgər bir qadın açıq-saçıq geyinərsə və qoxulardan istifadə edərsə və səs çıxaran ayaqqabılardan istifadə edərək bayıra çıxarsa və o ayağında ayaqqabı ilə çıxardığı səslə kişiləri öz səsə cəlb edər və kişilərin onu görməsinə səbəb olar və sonra da öz qoxularını onlara hiss etdirərsə, Allah qorusun, həmən ki, kişilərin fitnəyə düşməsinə səbəb olar və bu da böyük günahlardan sayılır. Ancaq hicab əhlinə gəldikdə isə Allahın izni ilə hicab əhli bunlardan uzaqdır. Yəni, onlar kişiləri fitnəyə salmazlar. Bu da hicabın faydalarındandır. Və həmçinin faydalarından 10-uncusu, insanlar hicab əhlinə etibar edir və dediyi sözü təsdiqləyirlər. Bu açıq aşkardır. Artıq bununla nə qədər qarşılaşmışıq və yəni həqiqətən də hicabın insanın, digər insanların ona etibar etməsində, ona güvənməsində nə qədər faydası vardır. Və həmçinin 11-incisi, qadın hicab taxarsa öz evladı üçün də nümunə olar. Əgər bir qadın hicab əhlidirsə, yəni onun evladı, onun qızı da gələcəkdə Allahın izni ilə hicab taxmasına səbəbdir. Valideyni özünə örnək götürərək, nümunə götürərək. Çox vaxtında belə olur. Baxırsınız ki, əxlaqı az olan bir valideynin evladı, söyüş söyən bir kişinin oğlu, baxırsınız ki, söyüş söyür. Oğurluq edən bir kişinin oğlu, baxırsınız ki, oğurluq edir. Sigaret çəkən, həmçinin oğlu müəyyən vaxtdan sonra sigaret çəkir. İçki içən bunun kimi. Allah qorusun, bunun kimi digər günah sahibi insanların evladları da baxırsınız ki, valideynlərini özlərini nümunə götürürlər və onların getdikləri yolu nedirlər, davam edirlər. Beləcə də pis yolu nümunə götürən evladlar olduğu kimi, valideynin yaxşı cəhətlərini də özlərini nümunə götürən evladlar vardır. Məsələn, qızlar, əgər anaları hicab əhlidirsə, baxırsınız ki, onlar da Allahın izni ilə valideynlərini özlərini nümunə götürərək hicab taxırlar. Və 12-incisi, həqiqətən də bu insana çox sevinç verən bir faydadır. Valideyn səninlə sevinər. Hicab taxan bir qadın bilsin ki, valideyni ona baxdığı zaman onunla sevinir. Söhbət yoxdur ki, burada həqiqətən haqqı bilən valideynlə gedir. Bəzi valideynlər var ki, onlar haqqı bilmirlər. Bu işdən cahildirlər, xəbərsizdirlər. Haqqın nə olduğu barəsində, Allahın əmrinin, Peyğəmbər sallallahu aleyhi ve sellemin yolunun nə olması barəsində məlumatları yoxdur. Buna görə hicaba görə narazılıq edirlər. Amma həqiqi iman əhli valideyn öz evladını hicabda gördüyü zaman qəlbi rahatlayır. Qəlbinin rahatlamasına səbəb olur. Çünki qəlblər, xüsusən də valideynin qəlbi evladını ibadətdə, itaətdə gördüyü zaman onun o göz bəbəyi, bax, odur. Yəni, onun qəlbinin sevincidir. Ola bilər ki, insan evladını sevsin, amma ondan sevinməsin. Bax, belə bir hal ola bilər ki, insan evladını sevsin, ancaq ondan sevinməsin. Ancaq bir şəxs öz evladını ibadət üzərində, namaz üzərində, məsciddə, hicab üzərində, Quran oxuduğu zaman və həmçinin elm öyrəndiyi zaman evladını görərsə, baxırsınız ki, valideyn o evladı ilə sevinir. Və burada qurratu ayn, yəni göz bəbəyi sayılır. Yəni göz sevinci sayılır. Altdan istəyir ki, Allah Teala hər birimizə baxdığımız zaman qəlbimizi rahatlatan, bizi sevindirən evladlar nəsib etsin. Əmin. Və həmçinin 13-cüsü, hicabın faydalarından 13-cüsü qəlbin təmizliyi vardır. Allah Teala Quran-ı Kərimdə buyurur ki: وَإِذَا سَأَلْتُمُوهُنَّ مَتَاعًا فَاسْأَلُوهُنَّ مِنْ وَرَاءِ الْحِجَابِ ذَلِكُمْ أَطْهَرُ لِقُلُوبِكُمْ وَقُلُوبِهِنَّ. Peyğəmbərin zövcələrindən bir şey soruşduqda pərdə arxasından soruşun. Bu həm sizin, həm də onların qəlbləri üçün daha təmizdir. Və faydalardan, hicabın faydalarından 14-cüsü, hicab taxan qadının cənazəsinə gələnlərin sayı çox olar. Yəni, biz bunu artıq şahidi olmuşuq. Əgər kənddə, rayonda, şəhərdə
Eğer bir şəxs həqiqi hicab əhlidirsə, Allahın əmrini qoruyan biridirsə, baxırsınız ki, subhanallah, onun cənazəsində axınla adam olur və bir-birləri ilə yarışırlar və bir xəbər yayıldığı zaman hər kəs əlindəki vacib işi tərk edərək həmən ki, bacımızın, anamızın cənazəsində iştirak etmək üçün can atırlar, səy göstərirlər. Adam da var ki, cənazədə iştirak edir istəmədən. Amma adam da var ki, uzun bir məsafə qət edir ki, həmən ki, şəxsin cənazəsində iştirak etmək üçün. Həqiqətən hicab əhli bir qadın dünyasını dəyişərsə, söhbət yox, söhbət yəni həqiqi olan odur ki, yəni həmən ki, qadının Allahın əmr etdiyi, Peyğəmbər sallallahu aleyhi ve sellem bizə nümunə olaraq göstərdiyi o hicabdan gedir. Baxırsınız ki, insanlar, kişilər, qardaşlar onun cənazəsində iştirak etmək üçün can atırlar. Bu da həmçinin hicabın faydalarındandır. Və 15-incisi faydalardan, bu da mühüm məsələlərdən biridir. Ölümündən sonra həmən ki şəxs xatırlandıqca onun üçün dua olunur. Onun üçün xeyir dua olunur. Və fikir versəz, bugünkü gündə biz buna artıq şahidik. Qohumlarımızdan dünyasını dəyişmiş biri olduğu zaman deyilir ki, o həqiqətən hicablı qadın idi, namaz əhli idi. Və subhanallah, baxırsınız ki, istər-istəməz yəni dilimiz onun üçün dua edir. Allah onu bağışlasın, Allah onu əhv etsin, Allah onun qəbrini cənnət bağçasından bir bağça etsin, gözün gördüyü məsafədə genişləndirsin, cənnətin döşəndiyi kimi Allah Teala onun qəbrini döşəsin. Fikir versəz, bu şəkildə dua edik. Səbəb nə olur? Səbəb onun hicab əhli olduğuna görə, onun ibadət əhli olduğuna görə, onun Allahın hədlərini qoruyan bir qadın olduğuna görə. Fikir versəz, hicab həqiqətən də insanın ölümündən sonra onun üçün dua oxunması üçün olan səbəblərdəndir. Və hicabın faydalarından 16-cısı, din sahibi, salih bir kişi ilə ailə qurmasına səbəb olur. Bu da bir mühüm məsələdir. Bir qadının salih olması zahirən onun hicabından bilinir. Zahiri əlamət. Bir neçə əlamətlər var ki, şübhə yoxdur ki, ən birinci əlaməti şübhə yoxdur ki, onun hicabıdır. Hicabı. Əgər Peyğəmbər sallallahu aleyhi ve sellem də buyurur ki, insan evləndiyi zaman 3 şeyə görə evlənir. Qadının gözəlliyinə görə, yəni əsl nəcabətinə görə və həmçinin də dininə görə. Və siz də din əhli olanı seçin. Və həqiqətən də yəni bir şəxsin evləndiyi zaman din əhli olan bir qadını seçməsi onun xoşbəxtçiliyidir. Həm dünya, həmçinin də axirət xoşbəxtçiliyi. Dünya xoşbəxtçiliyi odur ki, o qadın kişini razı salmaq üçün yox, Rəbbini razı salmaq üçün kişiyə itaət edir və kişiyə tabi olur. Amma kişini razı salmaq üçün insan ona tabi olursa, müəyyən vaxtdan sonra yorğunluq gəlir, yorulur, bezginlik olur və artıq bu itaət kəsilir müəyyən bir vaxtdan sonra. Ancaq Rəbbini razı salmaq üçün olan itaət imana görə olur və bu da davamlı olur ta ölüm gələnə qədər. Və bir şəxsin də evləndiyi zaman salihə bir qadın seçməsinin ən mühüm səbəblərindən, əlamətlərindən, zahiri əlamətlərindən biri də hicab əhli olan bir qadını seçməsidir. Bu da həmçinin hicabın faydalarından sayılır. Və hicabın faydalarından 17-cisi hicab, birinci götürdük ki, biz insan hicab taxdığı zaman ibadətdə sayılır. Və ibadətdə olduğuna görə də imanının artmasına səbəb olur. Çünki əl-iman əhl-i-sünnə vəl-cəmaə əqidəsinə görə yezidu və yenqus, artır və azalır. Yezidu bit-ta'a, itaətlə artır, və yenqusu bil-ma'siyə və asiliklə azalır. Beləcə də bir şəxs hicab taxarsa, ilk öncə Allahın əmrinə tabi olmuş olur və ibadətdə olur və ibadət də imanının artmasına səbəb olur. Və faydalardan 18-incisi, əri olmadığı zaman onun irzini, namusunu qorumuş olur. Ki və ola bilsin ki, bir qadın, yəni hicabsız bir qadın yəni bayıra çıxır və boynu açıq, ayağı açıq, qolu açıq, subhanallah. Yəni bu əzalar
ancaq bu qadının ərinin görməsi icazəli olan əzalardır. Başqalarının bu əzaları görməsi bir növ qadının öz həyat yoldaşına olan xəyanəti kimi sayılar ki, yəni kişisinə aid olduğu bir şeyi başqalarına göstərir. Və bu da başqalarının göz zinasına düşməsinə səbəb olar. Və əgər insan hicab əhli olarsa və Allahın əmr etdiyi şəkildə hicabda olarsa və əri olmadığı zaman onun irsini, namusunu qorumuş sayılır. Və bu da dinimizdə tərif olunan qadınlardandır və cənnət əhli qadınlardandır. O qadınlar ki, əlləri onların üzünə baxdıqları zaman əllərini sevindirərlər və həmçinin əlləri olmadığı zaman onların namusunu və mallarını qoruyarlar. Və nə gözəldir bu qadınlara onların cənnətə düşməsi və cənnətin dərəcələrinə çatması dinimizin onlara verdiyi vədlərdəndir. Allahdan istəyir ki, Allah-u Teala bizi, evladlarımızı, ailəmizi hicab üzərində, bizim evladlarımızı, ailəmizi hicab üzərində sabit etsin. Əmin. Və hicabın faydalarından 19-cusu, digər insanlar hicab əhlinə hörmət edirlər və onunla ədəblə rəftar edirlər. Hətta fikir versəz, rəsmi görüşlərdə belə onların ədəbi açıq-aşkar ortada görünür. Misal olaraq gətirmək olar ki, fikir versəz, bəzən ölkələr arasında, ölkə prezidentləri arasında, ölkə prezidenti və yaxud da xarici işlər nazirləri arasında görüş keçirilir. Və baxırsınız ki, orada həqiqətən ağıllı prezidentlər və həmçinin İslama olan hörmətləri açıq-aşkar ortada görünür. Əgər nazirlərdən kimsə qadınsa və hicab əhlidirsə, fikir versəz, onunla əl verərək görüşmür. Baxırsınız ki, prezidentin həyat yoldaşı hicab əhlidirsə, baxırsınız ki, ona əl verərək görüşmür. Bu da o başqa insanların hicab əhlinə olan hörmətinin açıq-aşkar təzahürüdür. Bir də sonuncusu olaraq hicabın faydalarından götürə bilərik. Bugünkü gündə çox demək olar ki, kişilərin əziyyət çəkdiyi bir məsələdir. Yəni hicabsız qadınla hicablı qadın arasında olan fərq məsələsinə gəldikdə isə hicablı qadınlar hicabsız qadınlara nisbətdə daha az əziyyət çəkirlər. Paltar seçimi olsun, saç düzümü olsun və həmçinin makyaj olunma forması olsun və həmçinin rəng seçimi olsun. Fikir versəz, hicab əhli olmayan qadın, yəni biz buna şahid olmuşuq, evdən çıxınca öncə 1 saat, 2 saat öncə onun hazırlaşması var, onun makyajdır və saç düzümüdür. Yəni belə şeylərdə keçirdiyi vaxtı var. Bu həqiqətən qadına çox əziyyət verən bir şeydir. Və həmçinin mal israfı olmaqla yanaşı, yəni qadın üçün çox əziyyətli bir şeydir ki, bəzənməsi, düzənməsi. Fitnəni bir kənara qoysaq, əziyyət baxımından çox əziyyətli bir şeydir. Amma hicab əhlinə gəldikdə isə, fikir versəz, hicab əhlinin evdən çıxması 5 dəqiqə bir vaxt istəyir ki, hicabını geyinsin və niqab əhlidirsə niqabını taxsın və Allahın əmr etdiyi formada çıxması. Bu həm fitnənin qarşısını alır və həmçinin də qadın özü üçün rahatlıqdır. Və həmçinin də hicablı qadın öz ərinə o qədər əziyyət vermir bu məsələdə. Yəni, şübhə yoxdur ki, əgər harasa gediləsidirsə, baxırsınız ki, hicablı qadının hazırlanması 5-10 dəqiqə çəkirsə, hicabsız qadının hazırlanması üçün, makyaj, geyim, bu formalarda hazırlaşması üçün fikir versəz, nə qədər 1 saat yarım vaxt çəkir və bu da yəni kişi üçün əziyyətli onu gözləmək baxımından və digər məsələlərdə.
Buna görə hicab əhli, həqiqətən Allahın əmrini yerinə yetirən hicab əhli üçün yəni geyinməsi, evdən çıxması çox rahatdır. Digər qadınlara, hicab geyinməyən qadınlara nisbətdə. Və bu 20 faydadır hicab barəsində götürdüyümüz və bundan daha çox faydaları var zikr etmədiyimiz. Və Allahdan istəyirik ki, Allah Teala bizi dinin üzərində sabit eyləsin və haqqı haqq kimi görüb haqqa əməl etməyi və batil də batil kimi görüb batildən çəkinməyi bizə nəsib etsin. Və Allahdan istəyirik ki, Allah Teala bizə ixlas nəsib etsin və bizdən gözəl bir şəkildə qəbul etsin. Peyğəmbər sallallahu aleyhi və səlləmə tabi olmağı və sahabələrinin yolu ilə getməyi və Rəbbin razılığına çatmağı və onunla görüşənə qədər bu yolda səbirli olmağı Allah bizə nəsib etsin. Əmin. Subhanəkəllahumma və bihamdik. Əşhədü ən la illə ənt. Əstəğfirukə və nətubu ileyk. Esselamu aleykum və rəhmətullahi və bərəkətuhu.